Paytaxtın Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçası ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Uşaqlara verilən bəzi qidaların vaxtının keçdiyi və qidaların normadan qat-qat aşağı olduğu iddia edilir. Əməkdaşlarımız məsələyə aydınlıq gətirmək üçün elə həmin bağçada olub iddiaları yerində araşdırıblar. Ortaya nə çıxıb ətraflı sujetdə? Uşaqlara verilən yumurtanın istifadə müddəti bitib, toyuq əti məhsulları isə normadan qat-qat azdır. Video görüntüdə iddia olunur ki, 130 nəfər uşaq üçün əslində bu qədər az ərzaq nəzərdə tutula bilməz. Sosial şəbəkələrdə paytaxtın Binəqədi rayonunda yerləşən 151 saylı Körpələr evi uşaq bağçasında uşaqlara verilən qidaların istifadə müddətinin bitməsi və bəzi qidaların isə dəyərindən qat-qat az miqdarda uşaqlara verilməsi ilə bağlı görüntülər yayılıb. Bu görüntülərin izi ilə elə biz də həmin bağçanın qarşısına gəldik və bu suallara aydınlıq gətirmək istədik. Amma təəssüflər olsun ki, bu sualımıza cavab verən kimsə yoxdur. Elə bu ərazidə olduğumuz zaman siz də şahidi ola bilərsiniz ki, bağçanın qapıları məhz bu şəkildə qıfıllanır. Daha sonra uşaq bağçasının internet resurslarda olan digər əlaqə vasitələrinə zəng etmək cəhdlərimiz də cavabsız qaldı. Hörmətli abonent, yığdığınız nömrəyə zəng çatmır. Sosial şəbəkədə yayılan görüntülərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən dedilər ki, vaxtı keçmiş qida ilə bağlı məsələ artıq nəzarətə götürülüb və qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Bakı şəhər üzrə təhsil idarəsindən isə bildirildi ki, məktəbəqədər təhsil müəssisələrində qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir. 151 nömrəli uşaq bağçasında aidiyyəti qurumlar tərəfindən qidalanmanın təşkili ilə bağlı müvafiq araşdırma aparılıb. Çatışmazlıqlar aşkarlanmayıb. Əhməd Məmmədov, Elvin Muradov, ATV Xəbər.